yoğunluğu artır. Yəni bu elə bir ki, bir növ fiziki məşqə bənzəyir. Başa düşürsünüzmü? Elə bir ki, fiziki cəhətdən penisi məşq elətdirirsən. Və məndən soruşurlar, hə, həkim bu nə qədər qalıcıdır? Qalıcılıq məsələsi belədir. Yəni bunu regular davam elətdirsəz, təbii ki, o həmişə qaydasında qalacaq. Yox, arada dayandırsaz, yavaş-yavaş penisdə yığılma baş verəcək. Yəni bədən ehtiyac olmayan məsələləri yavaş-yavaş yığır. Amma nə qədər yığsa da, yenə əvvəlki ölçüyə qayıtmır. Yəni böyük qalır, penis böyük qalır və müsbət cəhət də odur ki, ereksiya vaxtı, ereksiya prosesi tezləşir. Yəni durma tez olur. Yəni bu məsələlər burada nəzərinizdə tutun və bir şey qeyd edeyim ki, bu tam təhlükəsizdir, amma mütəxəssis əlində. Yəni bunu mütəxəssis eləməlidir. Hər kimsə götürüb hardansa bir aparat tapıb eləmək təhlükəlidir yəni. Qan sızmalar ola bilər, penisin zədələnmələri ola bilər, cırılmaları ola bilər. Yəni belə şeyləri risk eləməyi məsləhət görmürəm. Həkim nəzarət altında biz onu eləyirik və effekt də olur. İndi adamlar soruşur ki, nə qədər effekt olur? Effekt baxır insanın resurslarına, zapasına, belə deyək də, bazasına. Elə insan var ki, onda böyük nəticələr almaq olur. Bir neçə santimdən 4 sant, 5 sant böyütmək olur. Elə insan var ki, 1 santı çətinliklə əmələ gətirirsən. Və burada böyümə tək uzunluğuna hesablanmır. Eyni zamanda penisin qalınlığı da artır. Yəni bu qalınlığına həm də uzunluğuna böyümə verir bu üsul. Və yenə də deyirəm, bu üsulun üstün cəhətlərindən biri də odur ki, ereksiyası zəif olan insanlarda, sərtliyi zəif olan insanlarda bu sərtliyin artmasına kömək edir. Yəni penisin qanla dolmasını sürətləndirir. Bir növ məşqə bənzəyir. Elə hesab edin ki, siz qantellərlə məşq edirsiniz, əzələləriniz böyüyür. Və bir müddətdən sonra idmana atırsınız, daha məşq eləmirsiniz. Məşq eləməyəndə əzələlər başlayır yerinə yığılmağa. Yəni elə yekə qalmır. Amma nə qədər yığılsa da, siz baxanda hiss olunur ki, hə, siz əvvəl qantellə məşq eləmişsiniz. Yəni o hiss olunur. Bədən o, belə deyək, yaddaşında saxlayır ki, buna ehtiyac var. Burada penisdə də belədir. Bədən yaddaşında saxlayır ki, burada biraz artıq saxlamağa ehtiyac var. Gələcəkdə lazım ola bilər. Ona görə penisdə minimal da olsa böyüklük və